12 imamın hamısı indi burada oturar. Həzrət Fatimə içəri daxil olsam onun ayağına durar, ona xüsusi ehtiram göstərər. Biz bunu təqdim eləyək dünyaya. Peyğəmbər onun atası bir elə vaxt olmadı ki, Fatimə daxil olsun, Peyğəmbər durub yerini ona verməsin. Onu öpüb bağrına basmasın. Xanım İslamda xüsusi mövqeyə malikdir, bunu çox danışa bilərsən, deyə göstər. Bizim 12-ci imamımız ümumbəşəri şəxsiyyət elədir. Buyurur ki, İnnə fi ibnəti Rəsulillahi usvətun həsənə. Bizim dünyanı ədalətlə dolduracaq şəxsizdir ki, Peyğəmbər qızı, anam Fatimə Zəhra mənim üçün nümunədir. Yəni mən onun yolu ilə gedəcəm, onun üslubu ilə gedəcəm. Bu kifayət eləmir ki, Fatimə ümumbəşəri olmadan Həzrətin zuhuru mümkün deyil. Ona işarə vermir ki, mən anam Fatimə Zəhra vasitəsilə bu yolla, bu üslubla hərəkət edəcəm.